Səndən istədiyim nədir, Ömər? İstədiyim Hı, budur ki, bayaqki misallaşda verilən budur. ədədin rəqəmləri cəminin 3-ə bölünüb bölünmədiyini tapan proqram yaz. Üçə bölünüb bölünmədiyini. Bəli. Hmm, bu da bir daha bunu yazsın. Return qalsın. Hop, hop. Elə int n sum 0 qalacaq. Ay, bu neydi? N, hop, hop. N. Deməli, dediniz ki, 3-ə bölünüb bölünmədiyinin. Ədədin rəqəmləri Rəqəmlərinin cəmi. cəminin dediniz, yoxsa ədədin özünün 3-ə Yox, bölünüb? rəqəmləri cəminin 3-ə bölünüb Hə, bölünmədiyini tapan proqram. Bayaq 4-ə idi, indi burada 3-ədir də. hop. Ye bildim, bildim. Bunda eyni Niyə yolla. sildin ki bayaqçı? Bayaqçında dəyişiklik eləyə bilmirdin. Eləyə bilirdi və mən səhv eşitdim. Mən Ctrl əvvəlcə Z, eşitdim ki, Ctrl Z eləyib 3-ə qaytara bölünüb bilərsən. Bir bölünmədi. dəqiqə. Ctrl Z eləyib geri qaytar. Yazaram da müəllim, ə, əlim öyrəşsin. Fərqi yoxdur mənim Hop, üçün. hop. Sağ- Ne, hop, hop, hop. Belə qaldı. Tərəqəli olsun. Bunu bir dənə belə eləyək. Buradan da aşağı düşək. If. Bunu da belə eləyək. Sum. Bu. Bu. Bakarsız sıfıra. Denənmənə ki. Bu. Else. Bu. Denənmənə ki. Bu. Dırnaq. Bold. Koyun. Koydum burada koydum. Şu qaydasındaydı. Başladım. Elə keçən dəfəki nə hissi əslində düz çıxmalıdır. Nə oldu? Və ədəd deyilməli. 421. 421 false. 7-də 7 3-ə bölünmür. 422. Məli bu qara ekran niyə əvvəlcə çıxır, sonra yox olur? Aşağıya düşür. Yox olmur. Arxa plana gedir. Bu da 8-də bölünmür. 423 amma true deyəcəkmi? Yenə getdi. 423 true. Düz işləyir. Okey. Halaldır sən. Yazdığın proqramı. Gözlə bir dəqiqə. Ömər. Bir də kod yazanda mən videolara bax mən necə yazıram. Çalış kodun səliqəsinə diqqət eləyəsən. Oldu mu? Okey. Məsələn, burada neyini siz burada səliqə? Yox, burada Bunu mən yəqin ümumiyyətlə ki, not ümumiyyətlə şey olaraq deyirəm. siz Bax, olsaydınız bunu Cout yazardım yazardınız bura. qarşısına. Bax qulaq as. Yox, qarşısına Cout yazardım. Məsələn, if'in Cout'un qarşısına, else'in Cout'un öz qarşısına yazardım. Bildin necə? Yəni beləncəli şeylər eləyərdim. Bir də Okey. ki, bunu qarşısına yazanda burada nöqtə Yox, virgül o qoymalıyam, burada başqadır. Hə, qoymalıyam. nöqtə virgül qoyulmalıdır. Bəli, amma onu qarşısına yazmağa ehtiyac yoxdur. Mən ümumiyyətlə dedim, bax mənim kod yazma stilimə videoda baxarsan, anlayacaqsan nə dediyimi. Oldu mu? Okey? Oldu. Okey. Həmən. Yəni bu Əlim biraz belə deyim öyrəşsin. də, vərdiş məsələsidir. İndi bir şey deyim. Yo, hı. Hə, nəsə deyirdin? Yo, yo, yo. Hə. Sən kodu yazmısan əslində, düzdür? İşləyirmi? İşləyir əslində. Hı. Amma sənə kiçik bir dənə sir verim. Hı. Əslində sənin yazdığın kod çox pis koddur hal-hazırda. Yəni çox optimal işləməyən koddur. 4 üçün bayaqları optimal bəlkə də optimal işləyirdi, amma hal-hazırda optimal işləmir. Səbəbi bilsən nədir? Bax demədik axı. Niyə? Eyni alqoritmi, eyni şeyi
Mən cəmi bir sətrə yazaram. Necə yazırıq? Sən 11-ci sətirdən 19-a qədər al kommentə. 11-ci sətirdən 19-a qədər al kommentə. İndi mən sənə bir sətirlik bir kod deyim, gör elə. Al. 19-a kimi dediniz. Aysa al, hə. Bir dənə oraya yaz shout. Yox, elə o da gözümün qabağında qoy qalsın o kod. Hı. Yuxarıya bir dənə yaz shout. Okey. Bura bir dənə yaz n. Dırnaqsız. N, hə. Yox, dırnaqsa n Hı -hı. mod 3 bərabərdirsə 0. Mod. Hə, mod necə yaz? Mod faiz deməkdir, qalıq. Onun adı moddur, unudubsan onu? Yox, faiz. Faiz işarəsi var ha. Faiz işarəsinin adı mod. Hə. Mod 3 Mən də mod bərabərdir yazdım. 0. Özümü twist elədim. Bərabərdir 0. Sual işarəsi, dırnaqda sonra qoy sual işarəsi. Dırnaq içində yaz true. Hə, bildim. Bir də qalanı da deməyin. Bunu mən case-də belə işlədirdim onsuz. Nədə? Switch case-lərdə mən belə eləyirdim. Nöqtə Belədir də, düz demirəm. nöqtə vergülü qoy elə. Belə elə orada şey var ya Ömər. Siyahutun qarşısında olan hissə var ha. Bax onu al şeyə. Belə elə. Ə, gəl belə bir şey yazaq. O siyahutun qarşısına şey yazıbsan sən. Mən amma N yazıbsan, N mod 3 yazıbsan ha. Bax onu bu siyahutları apar şeyin aha, içində aha. yaz da. O turudan qabağa yaz siyahutları. Siyahut yazıbsan ora. Siyahutu sil oradan. Hər Necə? turunun və false'un qabağına bir dənə siyahut yazacaqsan. Bura. Mhm. Okey. Qarşısından o birisi tərəfdən sil onu. Əvvəldən sil. Aysa oradan sil. Okey. İndi eynisini get şeyə də yaz, elə bu birisi tərəfə də yaz. Burada nədə problem? Digər tərəfə də yaz eynisini. Burada ən Bu yaxşı tərəfə. Mən bir dəqiqə. tutmadım Bir söhbəti. Siz dəqiqə sözlə deyəndə adam başa düşə bilmir. səbirli ol. Gəl deyəcəm, addım-addım deyirəm, göstərirəm şey elə. Bax belə elə. Bunu sil burdan. Bunu sildim buradan. Aysa, bütöv sil. Hı Qarşısına -hı. string m bərabərdir m. String String n. m. Aha, m. Yox, string boşluq m. M adlı bir dənə dəyişən yarat, string olsun da, adı mesajın m-i. Bərabərdir. Aha, elədim elədim. Bərabərdir. Bərabərdir. Buradakı cavab. Okey. Aşağıda da yox, bərabərdir. İndi bir dənə keç 10-cu sətirdə də m-i ekrana yazdır. M-i yazdır ekrana. Yox, siyahutla yazdırırlar ekrana. Yox, hayda, o daxil eləmək. Hı. Okey. İndi bir dənə şeylə. Oxları tərsinə qoy birinci. Siyahutun oxları tərsinə qoyulur. Hə, cin yazanda qoydum deyə. Okey. Run elə. Mhm. Okey. Run elədin. İndi bir dənə yoxla. Ədədlərinin siz ədədlərin cəmini dediniz axı Ədədlərin şey. cəmini Biz burada demişdim. promoy ədədi Hə. və İndi biz burada amma belə burada bir şey. n ədəddir. Biz promoy ədədi Gör cavabı düşündürürük. qaytarır. Gör cavab düz qaytaracaq elə. 333 true verir. Düz qaytaracaq. Düz qaytaracaq. Bilsən niyə düz qaytaracaq? Ayda 3-ə bölünən ədədin qaydasıdır. Çünki Bax, ədədlərin cəmi 3-ə riyaziyyat burada iş bölünürsə, verir. Görsən, sənin sətirlərlə orada bax sən kompüteri bilsən nə etdin? Yordun əslində sən kompüteri. Burada bir dənə for qurdun, while əslində, for əslində, yəni dövr əslində çox əziyyətli işdir də kompüter üçün. Başa düşdünmü? Burada bir dənə for qurdun. Foru qurandan sonra təzədən bir dənə mod 3 tapdın. Zaten mod 3 tapacaqsansa nə gərək var ki, burada əlavə iş görməyə?
Riyaziyyatımı işə salıram. Deyirəm ki, 3-ə bölünən istənilən 3-ə bölmə əlamətinə görə rəqəmləri cəmi 3-ə bölünən ədədlər nə olur? 3-ə bölünür. Okeymi? Deməli nədir? Mən ədədin 3-ə bölünüb bölünmədiyini tapmağım kifayət eləyir ki, mən cavabı sənə verim. Əslində sən burada mənim elədiyim işi eləyibsən. Fikir verirsən bura? Görürsən? Yəni sənin yazdığın Hmm, alqoritm mənim yazdığım alqoritmdən ona görə mürəkkəbdir ki, sən də burada mod 3 eləmisən, mən də burada mod 3 eləmişəm. Aydındır? Okay? Yəni əslində bir point budursa, bir point budur. bəli, Amma sənin burada 3 pointlikdə əlavə bir kodun var. Yuxarıda while var. Bildin? Bax burada bəli, diqqətli ol. Ümumiyyətlə məsələlər həll edəndə diqqətli ol. Mühəndis baxışı buna deyirlər. Fərqli baxış bucağına sahib ol. Necə ən qısa yolu gedə bilərəm? Başa düşdün? Verəcəm hələ sənə yenə də belə tapşırıqlar verəcəm. Prosta hələ indi sinirik də biz. Aydındır? bəli. Sualın var nəsə? Xeyr. Okay. Sual yoxdursa, mən sənə təzə dərs izah eləməliyəm. Yavaş-yavaş da etap-etap. Çıxım. Buradan direkt geçiyoruz. Məncə mən ayırmışam artıq. Düzdür? Bəli. Yo, Microsoft Visual'dan girdim hepsi. Bura bax Ömər. Bacarsan bax belə bir şey yaz. Bax yazanda bura bax fikir ver. Ədədi daxil edin yazıram qabağına. Bax səliqəli mən bunları deyirəm. Bacarsan mütləq qarşısında ifadəli olsun da. Yəni səni işləyən adam sual verməsin. Bu nədir, nə üçündür? Proqramı işlədən adam buna sual verməsin. İzah eləyə bildin? Bəli. Okey. Nəhayət gəldik çatdıq arraylərə. Ümumiyyətlə nədir arraylər, nə üçün istifadə olunur? Bu C-də də var, eynisi C++-da da var, Python-da da var. Python-da bunun adı listlər gedir. Aydındır? Listlər. List, Yəni, bəli. listlər, hə, bildim Biz onu. nə edirik? Bunun arraylər bu cür ifadə olunur C++-da və yaxud da Java-da da bu belədir. Python-da biraz fərqlidir, JavaScript-də biraz fərqlidir. Eyni tipli, bax, eyni tipli elementləri özündə saxlayan dəyişən növünə array deyilir. Eyni tipli elementlər nə deyilir? Məsələn, mənim əlimdə bir siyahı var. İstifadəçilərim ya da məhsullarım. Nə yazıram? Yazıram, belə olar, qiymət olsun da, qiymətlərim. Okay. Belə eləyəcəm də integer qiymət 1 bərabərdir 10. Sonra qiymət 2 bərabərdir 12. Qiymət 3 bərabərdir 13 və bu formada bu davam eləyə gedər də, düzdürmü? Doğrudur. İndi mən Bəli, 1000 dənə qiymətim olsa, bu yenə də 1000-ə qədər gedəcək, düzdürmü? Doğrudur. Və ekrana bəli. verəndə də nə edəcəm? Yazacağam South qiymət 1, sonra qiymət 2 və qiymət 3. Run eləsək, nə edəcək? 3 dənə qiyməti mən ardıcıl çıxacaq. İşlemeyecek qiyət yazdınız. Ola bilər. Qiyət yazdınız. Buna görə. M. Okey, burada nədir? 3. Hə. Qiymət 3 orada səhv, orada səhv. Hı-hı. Okey, çıxdı, düzdürmü? 10, 12, deməli 13 və sona Bir da də bir dənə axırda qiymət 3-ün yanında 3 yazdı. Aha, düzdür. Okey, bax bu 1000 dənə olsa qiymət 1000-ə qədər gərək yaradam da bunu, düzdürmü? Amma bunu nə edirik? bəli. Biz bunu alırıq bu formada silirik. Gəlirik nə edirik? İstifadə edirik arraylərdən. Məsəl üçün, mənim qiymətlərimi özündə saxlayan bir dəyişənim olacaqsa, yazırıq bura integer, sonra dəyişənimizə ad veririk. Arraylər. Array olacağı üçün yazırıq ki, my num. Bu addır ya, istədiyim adı verə bilərəm. Okay? Mənim məsəl üçün də nömrələrim, numberlarım və yaxud da nə meyvələr, nəsə də indi adı nə olacaqsa. Okay? Sonuna belə bir işarə qoyuruq. Hop, belə bir işarə. İndi nəzəri Məsələn, maynam yazdınız, yoxsa maynam bəli, belə yazmalıyıq? işte sırf özüm verdim. Belə yazıram. Yaxşı, ədədlər. Okay? Belə bir ifadə Aha, qoydum. Bərabərdir qoydum.
Blok açıram bax bu formada. Blokun içərisinə ədədlərimi doldururam. 12, 34, 45, 78, Hə, bildim. Bu 98, Python'da o 90. sıfırdan başlayan listidə o Bəli, sıfır bəli, bir iki bəli, üç hə. bəli, bəli, tamamilə doğrudur. Bu nədir? Mənim qiymətlərimdir. Okay? Bunlar necə? Bunlar əslində adlanır arraylər və arrayin hal-hazırda elementləri. Bunlar da arrayin elementləri adlanır. 0, 1, 2, 3, 4, 5. Okay mi? Tamam. Bu arada arrayləri sayarkən indeks anlayışı var. Burada da nədir? İndekslər adlanır. Biz bunun əslində 34-ə, 56-ya çatarkən indekslərindən istifadə edirik. Yəni necə? Səud ədədlər kvadrat mötərizəni açırıq. Sıfırıncısı. Ədədlərin sıfırıncısı nədir? 34. 12, 12 düzdür. Və birincisi nədir? 34. Birincisi 34 və bu axıra qədər davam eləyər. Aydındır? Okey? Deməli, Bəli. adlandırma üsulu budur. Tipi, adı, blok mötərizəsi, qiymətləri. Okey? Asandır. Ha. Bəli, bəli, burada çətin heç nə yoxdur. Bunu bəzi dillərdə bu formada da seçib yazmaq olar. Bəzən. Niyə belə bir yazıya ehtiyac olur? Bəzən onu deyim sənə. Bax, ümumiyyətlə belə bir şey deyim də. İndi bizdə düzdür, şeydə işləmir də bu C++-da bu məntiq işləmir. Biz C++-da hər dəfə yəni dəyişənin qarşısına qoyuruq da. Toplu dəyişənlər təyin eləyəndə, toplu dəyişənlər deyərkən nə nəzərdə tutulur? Yəni 5 dənə, 6 dənə eyni anda qiymət. Məsələn, bəzi dil dediyim Java-da məsəl üçün bu formada təyin edilə bilər. Məsələn, biz vergül qoyuruq, ikinci məsələn ədəd 2-ni yarada bilirik. Yəni 2 dənə array bir dəfənə yaratmış oluruq. Aydındır? Yəni bunu qarşılayır. Pythonda hətta vəbşə belə deyim də, bu dekoratorlar yoxdur. Pythonda bu formadadır. Hə, Bu formadadır. Düzdür? Əslində bəli, Pythonda bu bəli. var. Bu dictionary-lər üçündür. Ya da ki, setlər üçündür bu. Ha Hə, bu. hə, hə. Okey. Amma bizdə nədir? Bizdə bu formadadır. Hara getdi bu? Hə. Run eləyək. Okey. Yəni dəyişənlər, yəni C++-da arraylər bu formada təyin olunur. Char tipli array təyin eləyə bilərəm, string tipli arraylər təyin eləyə bilərəm. Yəni bu formada mən istədiyim tipdə array təyin eləyə bilərəm. Hə, bu arrayin elementlərini necə dəyişə bilərəm? Arrayin elementlərini belə dəyişə bilərəm. Ədədlər, məsəl üçün birincinin qiymətini dəyişək. 1 bərabərdir e, belə bir ədəd. Run eləyirəm. Okey. Bax, ədədin qiyməti mənə 345 qaytardı. Elə bir getdi, qutunun içindən birincini tapdı, sildi, yerinə bunu qoydu. Aydındır? Sual var? Bəli. Buyur. Deyir. Okey, yoxdur, davam edək. Ərraylərimizi təyin edirik. Bəs ərraylərin elementlərini necə mən oxuya bilərəm? Hə, ərrayləri başqa necə təyin etmək olar? İndi irəliləri son göstərirəm. Bax, burada ərrayləri başqa cür təyin etməm. Burada bu formada ərray təyin elədimsə, 1, 2, 3, 4, 5, 6. 6 dənə element yaratmış oluram da burada, düzdür? Əslində mən 6 minus 1, yəni 5 yazanda gedib neçəyə çatacağam? 32-yə çatacağam, düzdür? Doğrudur. Bəs bura 6 yazsam neçəyə çatacağam? Yəni sıfırdan başlayırıq bu, düzdür? 0, 1, 2, 3, 4, 5. Bəli. 5-ci element budur. Mən bura belə deyim, 6 yazsam nə olacaq? 6 yazsam götürəcək bir dənə belə deyim də random bir ədəd atacaq və burada da error verəcək. Bax 85 yoxdur ki, düzdür? Random bir dənə ədəd verdi. Bəli. Deyilmi? Tamam. Bəs mən bura gəlib belə deyim də, onda mən bunu təyin elədim 5. Bir də belə bir situasiya var ki, biz, yəni o qalanı boş özü doldurur da, bura qiymət də verə bilərik. Mən deyirəm ki, bu element 4 bu array 4 dənə elementdən ibarət olacaq. Bax, array 4 dənə elementdən ibarət olacaq dediyim anda artıq arrayin daşdığını dedi mənə. Deyir ki, sən bura 32-ni artıq yazırsan. İndi run eləyək, heç bir problemsiz işləməlidir. Baxaq. Yox, bir dəqiqə, burada nəsə 5 4 dənə 5 dənə ədəd var orada. hə, əlavə şey var, hə, burada. Okey. Say qartı. Mən səhv saymışam. 6 yazmalıydım. Yəni Hə, 4 orada yazdısa lan. 0 1 2 Hə, 3 olacaq. Bəli. düzdür. Bax hələ əriyin elementlərinin siyahısını keçməyə mənə icazə vermədi. Bura ilə işimiz yoxdur. Amma fikir verdin, keçən kimi
avtomatik olaraq nə edir? Error verir. Yəni elə bir mən bir maksimum element sayda, yəni məhdudiyyət qoyuram. Əgər heç nə qoymasam avtomatik böyüdür. Əgər nəsə konkret qiymət qoyuramsa, o qiymətlə onu məhdudlaşdırır. Başa düşdü? Yəni mən 4 dənə yazmışamsa, Bəli. konkret 4 dənə element almalıdır. Başqa element ala bilməz. Sual var? Xeyr. Okey, əla. İndi gəl görək array-in elementləri. Hə, bu arada mən array-i əgər integer tipdə təyin eləmişəmsə, bunu da belə eləyək. 2. Array integer tipdə təyin eləmişəmsə, bunun yanına digər tipdə data qoya bilmərəm. Yəni gətirib belə Pythonda bu var, amma burada yoxdur. Gətirib belə eləyə bilmərəm bura. Əli string qoya bilmərəm. Niyə? Çünki Niyə? type safety deyilən bir anlayış var proqramlaşdırma dillərində. C++-da tiplər qorunur, müdafiə olunur. Pythonda tiplər müdafiə olunmur. Data tiplər müdafiə olunmur. Yəni sən istədiyin məsələn A dəyişəni yaradıb, altda integer yaradıb, sonra onu string eləyə bilərsən. Aydındır? Bəli. Amma C++-da bunu etməyə icazə vermir. Çünki tip qoruma, dəyişən tipləri qoruma altındadır. Bu integer tipdə array-dirsə, bunun içindəki elementlər hamısı integer olmalıdır. Başa düşdün? Okay? Aha. Yəni bu ona görə biz array-in tərifini deyəndə dedi ki, eyni tipli elementlərdən ibarət dəyişəndir. Bildin? Sual var nəsə? Xeyr. Tamam, bunu blokladıq. Bəs indi mən bu array elementlərini ekrana yazdırmaq istəyirəm hamısını. Necə eləyəcəm? Gəlirəm yazıram ki, bir dənə for qururam dövr vasitəsilə. Çünki bu 0, 1, 2, 3, 4 şəklində gedir axı, düzdür? Doğrudurmu? Yazıram integer. Bircə dəqiqə mənim internetdə onda səsiniz pis gəldi. Nə dediniz? Deyirəm array elementlərini indi mən ekrana yazdırmaq istəyirəm. Tamam. Aha. Bütün elementlər. Bu necə olur? Sıfırıncını yaz, birincini yaz, ikincini və üçüncünü yaz deməkdir. Düzdür? Doğrudurmu? Onda mən nə edirəm? Bəli. Bir dənə for qururam. I bərabərdir. Array sıfırdan başlayır. Axı sıfırdan yazıram. X-dir 4-dən. Bax, buradakı 4 bunun element sayıdır. Aydındır? Və i plus Hı plus -hı. yazıram bura. Və burada yazıram nə? South ədədlərin i-nci elementi. Endla. Run eləyirəm. Baxaq. Bax, ədədləri çıxartdı. 12, 34, 56, 78. Okey? Python kimidir bu demək olar ki. Python yox. Pythonda range-la zatla verirsən, range verirsən ora və yaxud da in verirsən. For Pythonda in daha rahat. range-dən hər. Daha rahatdır Pythonda. Amma burada sən for-u da özün qurmalısan. Başlanğıcı, bitişi, aydındır? Okey? Hı -hı. Tamam. Tamam. Hı. Bu array'in elementlərinin ekrana verilməsinin birinci üsulu. İkinci üsulu Python'dakı kimidir, hə. Yazırsan bura for, buna for in deyilir və yaxud da for each, belə də adlanır. For each. C++-ın 11-ci versiyasından sonra gəlib. 11-dən aşağı versiyalarda bu yoxdur. 2011-ci ildə gəlib bu C++-a. Dəyişənin tipini verirsən ilk olaraq. Integer. Hansı tipdir? Integer. Bura string olsaydı nə olacaqdı? String yazacaqdıq. Aydındır? Okeymi? Ədəd Bəli. adlı bir dənə Bəli. dəyişən yaradırsan. 2 nöqtə qoyursan, yazırsan ədədlər. Yəni bax buradakı ədədlər. Deyirəm ki, sən ədədin elementlərini bir-bir çıxart, ədədlərin elementlərini bir-bir çıxart, ədəd adlı dəyişənə at. Və burada nə ilə? South ədəd end. Run eləyirəm. Və bu da bizə nə eləyir? Elementləri ekrana vermək üçün istifadə olunur. İki dənə yolu var. Bir, for-u bu formada qurursan, ikinci bu formada qurursan. Sual varmı? İkinci daha asandır əslində. Hər ikisi vacibdir amma. Aydındır? Bəzən olacaq bundan istifadə edəcəksən, bəzən olacaq buna. Burada asanda çətinə qaçmırıq. Burada hamısını öyrənirik, hansı harda lazımdır onu tətbiq edirik. Kimin ağlına girərdi ki, 3-ə bölmə əlaməti proqramlaşdırmada ehtiyac olunacaq. Düzdür? Gördün necə lazım olur?
Praktikada bilsən nə qədər qarşılaşırıq. Xüsusən də Bəli, elektronika, yadında saxla Ömər. Elektronikada sən riyaziyyatla çox belə deyim də məşğul olmalısan. Niyə? Çünki sənin bütün datçiklərin və sairən həyatla belə deyim də daimi kontaktdadır. Sən hesablamalar eləyəcəksən, nə edəcəksən, bildin necə? Yəni ona görə riyaziyyatla daha məşğul olmalısan da, çünki bilirsən də fizika qanunlarını tətbiq etmək üçün riyaziyyatdan istifadə edirik də biz. Aydındır? bəli. Ona görə buna hazır olmalısan. Okey. Bura qədər nə sual varmı? Xeyr. Hı-hı. İndi nə edirik? Biz array'imizi demək olar ki, yaratdırdıq. Bu arada C++-da dinamik tipli arraylər yaratmaq olmur. Əgər biz C++-da dinamik arraylər, yəni dinamik bilsənlər, yəni array-i biz təyin eləyəndə C++-da mütləq onun ölçüsünü verməliyik. Ya bu formada veririk, ya n formasında veririk. Hə. Başqa necə qurmaq olar? Başqa qurmaq olar burada bu formadakı vektorlar vasitəsilə. Onlar xüsusi data type'larda onlar haqqında danışacağıq. Bu dəqiqə ora girmək istəmirəm. O klassları falan keçəndən sonra göstərəcəm onu. Aydındır? Bu dəqiqə ona ehtiyac yoxdur. Bu arraylər mövzusu. Sual var arraylərlə bağlı. Sual var Xeyr. mı? Hı -hı. İndicə belə eləyək. Bunu da alıram kommentə. Xeyr. Komment alıram. Belə bir şey yazıram. Mən gəlirəm bu array'in bu formada mən bir dənə bura belə bir şey yazıram. Array'imizi yazdıq. Bu formada yazaq. Array'imizi mən gəlirəm ekrana vermək istəyirəm. Yuxarıdakı formada elə bax buradakı formada. OK, run elədim. Tamam. Run elədim, ekrana çıxdı. Mən bunun istədiyim qədər böyüyüb kiçilən olmasını istəyirəmsə, bura gəlirəm 79 yazıram. Avtomatik olaraq keçirəm orada errorumu alıram. Errorumu düzəltmək üçün deyirəm, əgər bu avtomatik artacaqsa, bura heç nə vermirəm. Aydındır? Boş verəndə problem çıxartmır ki mənə, düzdür? Problem çıxartmır, amma burada bax 4 yazdığıma görə 78-dən sonraki hissə görünmür. Mən deməli nə etməliyim? Gedib buranı da 5 eləməliyəm. Doğrudur? Doğrudurmu? Sonra bura gəlib bir dənə də element əlavə eləyirəm. 80. Run eləyirəm. Artıq yenə 80 çıxmır. Deməli buna mən bir çarə tapmalıyam. Bir yol tapmalıyam ki, necə eləyim bunun elementlərini ekrana verərkən düzdür. Bu üsul var. Amma həmişə bu üsuldan istifadə edə bilmirik. İşte indeks nömrəsinə və s. ehtiyacımız ola bilər. Məsələn, boşluğun int ədədlərin boşluğunun içərisinə A qoyub, sonra o i kiçikdir A yazmaq olar. Yox, gərək yoxdur. A qoya bilməzsən ora. A çünki string tipli ya da char tip qoymalısan ora, icazə verməyəcək ora. Bura deyirsən sən, bura qoya Bəli, bəli. bilərsən, bura qoya bilərsən. Amma bunun daha başqa yolu var. İndi onu göstərəcəm sənə. Bunu alıram kommentə. C++-da dəyişənin ölçüsünü alan lens var da şeydə, düzdürmü? Orada şeydə Java'da da Pythonda. var bu, Python'da da var, bəli. Nə edirik? Dəyişənin ölçüsünü. Mən yəni count yazıram bura. Gəlirəm yazıram size of və size of'un içinə göndərəcəyim dəyişən ədədlər. Run eləyirəm. Mənə qaytarır nə qədər size tutduğunu 24. Mən də deyirəm 1 dəqiqə gözlə görüm. Bu niyə 24 oldu? Sonra gəlirəm bura 12 yazıram. Run eləyirəm. 4 qaytaracaq. Sonra gəlirəm bura, mən 12.2 yazdıram. Run eləyirəm. Bu da 4 qaytarmalıdır əslində. Yox, 8 şey tipdə bu. Double tipdir. OK. Sonra gəlirəm, bunun içərisinə bir dənə belə tək dırnaqda bir şeylər əlavə eləyirəm. Heç nə başa Nələr? düşmədim, niyə belə elədim. İndi deyəcəm. Əslində bu birinci dərsimizə referansdır. Size of içinə yazdığımız elementin yaddaşda neçə bayt yer tutduğunu qaytarır bizə. Başa düşdün? 1, 2, 3, 4, 5, 6 dənə ədəddir. 6 dənə 6 ədəddirsə niyə ədəd. 6 ədəd nədir? Mən 5? bura A vermişəm, bax A vermişəm bura. Yox, int ədədlərə baxırdım mən. Əgər Yox, gəl belə bax. məntiqən Ədədlərə başa baxma, qulaq düşmüsünəm as, ki, bax, qulaq as.
23 neçə qaytarmalıdır mənə? Necə? 23 neçə qaytarmalıdır mənə? 5. 4. Niyə? Çünki 4 bayt yer tutur. Integer tipli dəyişən yaddaşda 4 bayt yer tutur. 2 üstü Bax, 5, 32 eləmir. bax. Data type size. Hara yazıram mən bunu? Səhv yerə yazıram. Biz şeylə baxmırıq indi, yəni 2 üstü 1, 2 üstü 2, 2 üstü 3 onunla Bəli, baxmırıq. bəli, bax. Data Bəs mən də 10 type'ları. dedim də müəllim. Bax 1 byte. Bax char tiplər 1 byte, short tiplər 2 byte, integer tip 4 byte, long tiplər 8 byte, float tiplər 4, double tiplər 8 byte. Görürsən? Aha. Aydındır? Bu hansı tipdə datadır? Bax bura yazdığımız 23 hansı tipdə datadır? Integer tipdə Integerdə. deyil. Integer isə Bəli, 8 byte tutur da, düzdürmü? 4 bəli. byte tutur da integer isə, düzdür? İndi mənə də o maraqlıdır. Niyə 8 yox? 2 dənə ədəddir axı. 2 dənə deyil, axı burada bir dənədir. Bu integer, bu 23 ölçü bir dənə Hə, ədəd. hə, 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 hə. 23 Bildim, ölçü bildim, ta ki bildim. o Başa düşdüm, limiti başa düşdüm. keçənə qədər o integerdir. Başa düşdünmü? Mhm. İndi Bəli. gələcəkdə referans tayplar və primitiv tayplar keçəcəyik. Və integerin limitini keçənə qədər o 4-dür. Sonra longa keçir 8 olur. Başa düşdün? Aydındır? İndi Mhm. mən bura ədədlər Bəli. yazdım. Ədədlər. Ədədlər görək nə qədərdir. Ədədlər 24 baytdır. Aha, bu necə oldu? Ədədlər 24 bayt Çünki oldu. 6 vur 4 24. Bəli, 6 vur 4 24. Deməli mən ədədin ölçüsünü, ədədlərin neçə dənə elementdən ibarət olduğunu tapmaq istəyirəmsə, bölünsün 4 yazmalıyam bura. Bu da mənə 6 cavabını qaytaracaq. Düzdür? Doğrudurmu? Bu 4 Aha. bilsən nədir? Integerin yaddaşda tutduğu həcmdir. Bəli, bəli. Deməli bunun 6 dənə elementi var. Mən bura sabahları birini də əlavə eləsəm, oje mənə 7 qaytaracaq. 7 dənə elementi var. Aydındır? Hətta bunu başqa bir düsturla Sevişdim. bu formada eləyirlər. Size of 4 yazmır elə ora. Birbaşa ora yazır. Məsəl üçün 12 misal üçün. Bax belə eləyir. Size of ədədləri size of 12-yə bölür. Bu da qaytaracaq bizə. Bu da şey qaytaracaq. Və yaxud da bəzən belə eləyir. Ədədlərin sıfırıncısı. Fərqi yoxdur, onsuz nə də yazsaq, onsuz bir dənəsini yazırıq deyə, bir dənəsi də 4 yer tutur Bəli, deyə elə bəli. 4-ə Nə bölmüş olur da. qədərdirsə onu tutacaq. Ədədlərin sıfırıncısıdır 7. Aydındır? Okey. Biz onda bunu Mhm. götürüb buradan belə bir şey eləyə bilərik. Dinamiklik istəyiriksə 5-in yerinə gətirib o ifadəni yaza bilərik. Yaza bilərikmi? Bəli, yaza bilərik. Düzdür? Bəli. Doğrudurmu? Run eləyərəm. Bütün nə qədər element var, hamısını qaytaracaq mənə. 80, 67. Görürsən? Okeymi? İndi nə edirik? Keçirik bir dənə buranı silirik. Bu dəfə nə edəcək? 4-ə qədər çıxardacaq. Başa düşdün? Aydındır? Bəli, evə də onda şey eləyəcəm elə, o atdığımız o 10 dənə tapşırıq eləməmişdim, arrayı Bəli, keçməmişdik deyə. bəli. Yəqin ki, o 10 dənə. Doğrudur. Doğrudur, onları eləyəcəksən. Okey? İndi son bir şey deyim, Bəli. yekunlaşdıraq. Oldu mu? Bilirəm, idmana tələssən, amma şeydir, bir son bir şey də deyək, gələn dərsə qalmasın. Ərreylər bunlardır. Okey? Bir də çox ölçülü ərreylər var. Çox ölçülü ərreylər nədir? Çox ölçülü ərreylər ərreyin içinə ərrey qoymaq deməkdir. İki ölçülüyü göstərsəm anlayacaqsan. Məsəl üçün mənim ərreyim var, düzdürmü? Budur, doğrudur. Bu bir ölçülüdür. Bir də yazıram bura. Integer, ədədlər, okey. Bax bir dənə belə bir şey qoyuram. Bir dənə də belə bir şey qoyuram. Və bura yazıram bu formada. Bir dənə array qoydum. Okey, bax bu birincinin. Bax bu birincinin kvadratı. Bax bu blok birincinin. Və bunun içinə də başlayıram arraylər qoymağa. 12, 34, 56. Okey. Sonra keçirəm. 1, 2, 3. Okey. Sonra da keçirəm. 41, 23, 32, 65.
Qoy bu formada qalsın. Və bunlar adlanır, bu çox ölçü, iki ölçülü ərreydir. Əslində çox ölçülü ərreydə elə eyni cür yaranır. Burada nə deyirik biz? Burada belə bir şey deyirik. Deyirik ki, should ədədlərin sıfırıncısının sıfırıncısı. Run eləyirəm. 12. 12. Yəni sıfırıncının sıfırıncısı budur da. Gəlir sıfırıncını tapdı. Bunun da üstünə Xəta keçdi. verdi ona. Hə, indi düzəldəcəyik. Yox, ölçüləri yazmamışıq. Məsələ budur. Ölçüləri yazmamışıq. İndi ölçüləri yazaq ki, necə olacaq da burada ölçülər yazılmalıdır. Yaxı neçə element olacaq? Mən deyirəm ki, birincinin içində 3 dənə element olacaq. İkincinin içində də 3 dənə olacaq. Bu kvadrat matrisdir də bu. Dən baxaq. Hər kvadrat matrisləri elə təzə keçmiş universitetdə. Kvadrat matris deyirlər buna. Bax 3-ün 3-ə. Sətirlərin sayı və sütunların sayı. Görürsən? Aydındır? Bəli. Kimi? Neynədik biz? Matris elə üstünə düşdü. Hə. İndi sənə bir dənə onda evdə mən bir dənə misal verərəm qəşəng. Matrisdən. Hə, determinantı hesablayan şey düzəldərsən. Proqram düzəldər. Determinant, hə, olar. Olar, maraqlı olar. Mən matrisi daxil eləyərəm sətir və sütunlar formasında. Okay. Məndən birinci matrisi istəyər. Deyər ki, sıfırın sıfırıncısını, sıfırın birin, sıfırın ikisini yaz. Hə, birinci ölçüləri istəyər. Neçənin neçəyə matrisdir. Sonra da üçbucaq üsulunu bilirsən. Bəli, bəli. Üçbucaqsa o biri üsulu da bilirəm. O Hı. öz liniyasındakiləri saymır, digərlərini götürür. Hə. Üçbucaq üsulu. Kvadrat matrislər üçün üçbucaq üsulunu tətbiq edərək bir dənə proqram düzəldərsən, hesablasın. Bu nədir? İki ölçülü matrisdir. Okeymi? Okeymi? Bildin neynədir? Sıfırın sıfırı. Hə, qiyməti Bəli, bəli, neynədir? başa düşdüm, hə, başa düşdüm. Məsələn, bu 2-yə çatmaq istəyirəmsə nə edirəm? Deyirəm 1-in 3-ə çatım bu dəfə. 1-in 2-si. Okey? Bu 11, 12, 13, hə, bildim. Sonra o ikinci ucu olacaq A21, A22, A23. Bax, yazıram. Bildiyimiz Ədədlərin, matrislər, bir də qiyməti dəyişməyi göstərim. Ədədlərin birinin ikincisinin qiyməti bərabərdir belə. Bax hələ, qiyməti də bu cür dəyişirik. Yəni mənimsətmədir də, harda nəyi mənimsətdim onu götürəcək. Başa düşdün? Sual varmı? Yəni 2-nin yerinə 654 yazdıq da. Yox, Bəli. 3-ün yerinə 3-ün yerinə. 654 3-ün yazdıq. yerinə. Bəli. Aydındır? Bəli. Hə, bu iki Bəli, ölçülü matrislər. Hə, bunu başqa cür eləyə bilərikmi? Bax, belə də eləyə bilərik bunu. Gəl bunu belə eləyim. Bunu alım kommentə. Bax, bu cür də eləyə bilərik bunu. Dən bax. Yapışdırdıq bura. Bu dəfə 3 ölçülü ərrey düzəldirəm mən. Deyirəm, bunun da içində 2 dənə element olacaq. Bax, birinci. Okey, bax. Bax, birinci. Bax, hətta belə eləyək də. 2, 2. Bax, bunun içində bir dənə bundan açıram. Okey. Bunun içinə də bir dənə açıram, bax. Bunun içinə də bir dənə ərrey açıram. Yazıram 1, 2, Hə, 3. nə oldu da? Ərreyin içinə ərrey qoyuram da. Başa düşdünmü? Sonra yazıram 1, 4. Okey. Və Hə, bu yerləşdirdim. dəfə də indi. Aha. Bəli, bu da kvadrat matrisdir. Burası hərəsində 2, yox, kvadrat matris Bu deyil. kvadrat deyil, bu yox. 3 ölçülü matrisdir. 3 ölçülü Üç matris. ölçülü matris. Aha. Babın keçməmiş elə şey O. üzərində hesablamalar nə Bu tər çox olur? ölçülüdür də. Bunlar çox ölçülü gedir. Bunlar matris getmir. Başa düşdünmü? Okeymi? İndi nə edək? Bax, bu 4-ə çatmaq üçün nə edəcəm? Yazacağam ki, sıfırıncının belə eləyək hətta. Valla 30 saniyə qaldı. Mənə biraz Birincisinin birincisi. Bax, bu formada mən bu 4-ə çata bilərəm. Bax, hələ gördün? aha, Qiymətini atacaq də indi. eyni qayda ilə dəyişə bilərik. 4, 1, 2, 3, 4.